Məlumat verdiyimiz kimi məktəblərə direktorların işə qəbulu ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb. Artıq əvvəlki kimi direktorların işə qəbulu ilə bağlı test imtahan mərhələsi ləğv edilib. Yeni qaydalarla isə müsabiqə və müsahibə mərhələsinin tətbiqinə başlanılıb. Bu məsələ ümumiyyətlə direktorların işə qəbulu ilə bağlı mexanizm, prosedur Milli Məclisdə də dilə gətirilib və bu mexanizm tənqid olunub. Fazil Mustafa, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa bununla bağlı fikrini bildirib və mexanizmi tənqid edib. O deyib ki, təhsilimizdə müəyyən problemlərin qalmağı hamını narahat edir. Hər bir məktəbin əsas siması direktor və müavinləridir. Universitetin əsas siması isə rektordur. Direktorun xarakteri, kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir. Azərbaycanda 600 məktəbdə direktor vəzifəsi boşdur. Yəni 600 məktəbin siması görünmür. Direktor seçimi üçün də hər dəfə yeni metodologiya tətbiq olunur. Kiçik bir ölkədir. Bizim çox sayda da məktəbimiz yoxdur. Bir direktor seçimi nədir ki, bu qədər testdən, mərhələdən keçirilir? 500 nəfərə qədər olan məktəbdə bir prosedur gedir. Oranın məktəb direktoru müavin və müəllimlər arasında müsabiqə yolu ilə seçilir. 500-dən çox olanda isə 3 mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılır. Heç də layiqli şəxslərin direktor seçilməsini təmin etmək mümkün olmur. Bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Bir direktoru seçmək nədir ki, onun üçün bu qədər prosedur keçilməlidir? Halbuki məktəbdə rəy sorğusu keçirib 10 ildən çox stajı olanlardan birini direktor təyin etmək olar. Ya da direktorluğa namizədlərlə bağlı kadr bankı formalaşdırmaq, ehtiyac olduqda oradan seçmək olar. Bu, ümummilli problem olduğu üçün bunu dilə gətirirəm. Xarici təcrübədə 10 il stajı olan adam məktəb direktoru seçilə bilər, yaxud da kadr bankı yaradılır. 1-2 il itirilən təhsil öz sözünü demiş olur. Bundan başqa, xaricdə 100 milyonlarla vəsait xərcləyib tələbə yetişdiririk. Qayıdıb gəlirlər və böyük əksəriyyəti işlə təmin olunmur. Bu məsələyə ciddi diqqət yetirməliyik, deyə Fazil Mustafa bildirib.